Hər vaxtınız xeyir olsun. Gəlin bugünkü sualların izahına baxaq. Gözü su içməmə frazoloji birləşməsi hansı mənaya uyğun gəlir? O deməli burada olacaqdı inanmamaq. Qələm yandırım. İnanmamaq. Bir də olur C variantı. 32-də söz sırasının pozulduğu, yəni inversiyanın olduğu variantda istəyir bizdən. Burada deyir, doğrusu qohum əqrabanın sözləri mənim də beynimə batır, yoldaş. Xitabın olması sizi çaşdırmasın. Burada söz sırası pozulmayıb. Bu xəbəri eşidər-eşitməz hər kəs təlaşla binanı tərk etdi. Burada da pozulmayıbdır. Aha, açıldı bayraqlar. Xəbər əvvələ keçibdi, inversiya baş veribdi. Vur ha vur burada mürəkkəb isimdir. Bayraqlar da sadədir. Bir də 32-də olacaq cavab C variantı. Sevgi əzəl gündən sevir baharı. Bahar da insanlar arzuya çatır. Burada mürəkkəb isim yoxdur. Bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? Bağ-bağça burada mürəkkəb isimdir, amma sadə yoxdur. 33-də lazım şəkli, arzu şəkli haqqında doğru fikirlər istəyir bizdən. Deyir, təsdiqdə işlənsə də inkarda işlənə bilmir. Xeyr, düzdür, inkarı mamə ilə düzələ bilmir, amma deyillə düzəlir. Məsələn, yazası deyil. Bir səhvdir, tulladıq. Burada cavab olacaq D variantı, amma niyəsinə baxaq. Deyir ki, gələsinin sözü bu şəkildədir. Gələsinin sözü xeyr. Gəl sözün kökü burada arzu şəklinin şəkilçisidir. 2 də ona görə səhvdir. Deyir, kaş anar da gəlsin. Bu söz deyir arzu şəklindədir. Xeyr, gəlsin əmr şəklindədir. İsə köməkçi sözü deyir, hissəci ilə işlənə bilmir, dözdür. Cümlənin feili xəbəri olur, çünki feilin təsriflənən formaları feilin xəbər şəklində olur. Bu da düzdür, yəni feili xəbəri olur. Daha doğrusu ismi xəbəri yox. Məchul növdə işlənə bilir, bəli. Cavab oldu D variantı. Sonra deyir ki, 34-də. O sonra verilmiş cümlələrdən zərfi mənaca hansı növləri yəni işlənmişdi. Güclə eşidilirdi. Necə, nə tərzdə, tərzə hərəkət var. Bir də Cavanşir bir qədər dincəlib yoluna davam etdi. Nə qədər? Bir qədər kəmiyyət var. 34-də cavab olurdu. Hansıda bütün sözlərin yazılışı səhvdir. Düşkün, kokteyl olur. Allah yarımçıq da defislə olur. 35-də cavab olur A variantı. Ekspres ədli ilbəyil düzdür. Kəmşirin düzdür. Monastır düzdür. Yarım finalda düzdür. Ona görə bu variantlarda çıxdıq. 36-da cavab A variantıdır. Baxaq görə ismi birləşmə işlənmişdir. Qəfildən səs eşidildi. Burada yəni ismi birləşmə işlənməyibdir. A-nı çıxsaq, sonra düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Sübut etməliyik nəyi? Düşmənin niyyətini, ismi birləşmə var. B, ismi birləşməyə gedir. Sən bunu mu deyirdin? Burada ümumiyyətlə nə ismi, nə feili var. Cəmil gedərkən uşaqlar yuxulu idilər. Yuxulu idilər. Kim? Uşaqlar. Nə zaman? Cəmil gedərkən, arkan, ərkən feili bağlama, tərkibi, feili birləşmə var. Bu da feili birləşməyə getdi. Təşkil edilmiş bu sərgi. Hansı sərgi? Birinci növ təyin söz birləşməsi var burada da. Ona görə cavab 36-da olur A variantı. 37-yə baxaq. Dəqiqə. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmamışdır? Vaqif bu adamların çoxunu tanımıram. Nə etmirəm? Tanımıram. Kimi? Adamların çoxunu söz birləşməsi ilə ifadə edilibdir. Hamı öz fikrinin doğru olduğuna inanırdı. İnanırdı kim? Hamı nəyə inanırdı? Fikrinin doğru olduğuna. Burada da söz birləşməsi var. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Etiraf etdi. Kim? Sevil. Sevil nəyi etiraf etdi? Hər şeyi. Bu hər şey, hamı, hər kəs, filan kəs. Bu qeyri-müəyyən əvəzliklə ifadə olunubdur. Söz birləşməsi deyil. 37-də olacaq cavab C variantı. Sonra bu meyvələrin hamısını Məmməd Həsən əminin bağından dərmişik. Nə etmişik? Dərmişik. Nəyi? Meyvələrin hamısını var burada. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. Gəzdilər haranı? Şəkinin görməli yerlərini. Burada da var. 38-də çox asan sualdır. Qarşı tərəf buz bağladıqdan hara tərəf? Bu tərəf isimdir burada. 2-də də qoşmalı, şərqə tərəf, istiqamət qoşmasıdır. Sözə qoşularaq məna çaları yaradır. Bu 2-yə gedəcəkdir. Sözün ifadə etdiyi fikrə münasibət bildirən modal sözdür. Bu burada yoxdur. Leksik mənası var. Bəli, 1-ə gedəcək. Leksik mənası var əsas nik hissələrinin. Yalnız qrammatik mənası var. 2-yə gedəcəkdir. Çünki qoşmadır. Cümlə üzvləri arasında əlaqə yaradır. Burada isə 38-də olacaq cavabımız Y variantı. Çünki 1-ə C, 2-yə də adı getdi. Bu da Y variantı heç birinə gedə bilməz. Deməli, oldu Y.
Sonra 39. Mübtədanın əlavəsi, tamamlığın və yer zərfliyin əlavəsi işlənmişdi. 39-da Y variantı götürmüşdüm. Deməli, baxaq. Deyək ki, Azərin atasına Amil dayıya məktub yazdıq. Kimə? Azərin atasına kimə? Amil dayıya. Kimə sual tamamlığındır. 2-yə getdi A. Sonra 2 gündən sonra cavadı. Kimi? Cavadı. Yeni mühəndisi. Kimi? Mühəndisi. A, B. Sonra getdi tamamlığa. Bizim evimizin mənzərəli bir yerdə gölün qırağında idi. Bu idi varsa bu xəbərin əlavəsidir. C variantı heç birinə getmir. Qrupun yeni rəhbəri, gənc qız. Kim? Qız. Kim? Qrupun rəhbəri. Bu mübtədanın əlavəsidir. Birər gedəcəkdir. Anar kənddə. Harada? Kənddə. Harada? Doğma tez-tez gedirdi. Bura haraya? Kəndə. Haraya? Doğma el-obaya. Bu da 3-ə də gedəcəkdir. Y variantı. Sonra xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Mübarizəyə qoşuldular. Burada birinci gəlibdir. Baş, sonra budaq. Bu A düzdür. Sonra həm baş, həm də budaq cümlə sintaktik əlaqənin hər iki növündən istifadə edilibdir. Sintaktik əlaqənin növləri tabelilik əlaqəsi, tabesizlik əlaqəsi. Bax, gördüyümüz kimi baş cümlədə tabesizlik əlaqəsi yoxdur. Ona görə burada sintaktik əlaqənin, yəni hər iki növündən istifadə edilməsi yanlışdır. B-dir. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb. Bəli, ki bağlayıcısı ilə. Baş və budaq cümlələr müəyyən şəxslidir. Qoşuldular kim? Xalqımızın oğulları. Yaşasınlar kim? Nəsillər. Bəli, müəyyən şəxslidir. Həm baş, həm də budaq cümlə feili xəbər. Qoşuldular, nə etdilər? Yaşasınlar, nə etdilər? Yaşasınlar, nə etsinlər? Bəli, feili xəbərlədir. Burada da cavab 40-da olur. B variantı. Mətnlərin inşallah izahını verəcəyik.